Mən Nağıyev Arif Qazıoğlu 1953-cü il sentyabrın 18-də Xızı rayonu Altıaş kəndində anadan olmuşam. 48 il fasiləsiz olaraq həmin məktəbdə 11 il müəllim, təqaüdə çıxmışam. Hal-hazırda təqaüddəyəm. Mən sərbəst mövzu, mən nə üçün müəllim olmaq istəyirəm mövzusunu yazdım. Çox maraqlıdır Murad. 1974-cü ilin sentyabrın 1-i bazar gününə düşdü. Yəni mənimlə həmyaş formasında görünən uşaqlara dərs keçirdim. Test imtahanının bir növ əleyhinəyəm, nəyə görə ki, indiki müəllimlərin işə qəbulu ilə mən biraz narazılığımı da bildirmək istəyirəm ki, 90-cı illərin əvvəllərinə qədər Rus bölməsi Altıaş məktəbində fəaliyyət göstərib. 230-a qədər şagirdimiz yeni məktəbdə təhsil alır. Ancaq əvvəl əməkdar müəllim fəxri adına layiq görülmüşəm. Yəni müəllim məktəblə yaşamalıdır, şagirdlə yaşamalıdır. Mən Nağıyev Arif Qazıoğlu 1953-cü il sentyabrın 18-də Xızı rayonu Altıaş kəndində anadan olmuşam. 1960-cı ildə həmin kəndin məktəbinin 1-ci sinifinə daxil olub, 70-ci ildə qurtarmışam. 1970-ci ildə o vaxt ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinə qəbul olmuşam. 1974-cü ildə tarix müəllimi ixtisası üzrə oranı bitirmişəm. Həmin il təyinat üzrə təyinatımı o vaxt ki, Abşeron rayon Altıaş kənd orta məktəbinə tarix müəllimi kimi almışam və 74-cü ildən 2022-ci ilin sentyabrına qədər 48 il fasiləsiz olaraq həmin məktəbdə 11 il müəllim, 4 il zavuc, 89-cu ildən, 1989-cu ildən 2022-ci ilə qədər isə məktəb direktoru işləmişəm 33 il. 2022-ci ildən yaş həddinin işləmə həddinə çatdığı üçün son həddə təqaüdə çıxmışam. Hal-hazırda təqaüddəyəm. Altıaşda yaşayıram. Pensioner kimi fəaliyyətimi davam etdirirəm. Mənim 4 bacım olub. Onlardan biri Sumqayıtda dil ədəbiyyat müəllimi işləyirdi. Həm onun təsiri olub, həm də o vaxt bizə 1-ci sinifdə Abzar müəllim adlı bir müəllim dərs deyirdi. O hamımızın sevimlisi idi. Müəllimlik peşəsinə marağı, hörməti bizdə o aşılamışdı. Və tədricən bu maraq, bu həvəs məni müəllim olmağa gətirdi, çıxartdı. Hətta yadıma gəlir ki, o vaxt inşa yazırdılar qəbul imtahanlarında. Mən sərbəst mövzu, mən nə üçün müəllim olmaq istəyirəm mövzusunu yazdım. Və yüksək qiymət aldım, 4 qiymət aldım inşa yazısından və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Fakültəsinə qəbul oldum. Yəni, tədricən müəllimliyə olan maraq, hörmət mənə oradan aşılanmışdı, orada yaranmışdı. Çox maraqlıdır Murad. 1974-cü ilin sentyabrın 1-i bazar gününə düşdü. Mənə sentyabrın 1-dən təhsil fəaliyyətimə başlamaq qismət olmayıb. Ancaq ikisindən başlamışam. Əlbəttə, çox sıxılırdım. Mən 21 yaşında orta məktəbə gəlmişdim və mənə 10-cu sinifin sinif rəhbərliyi həvalə olundu. Demək olar ki, onda oxuyan uşaqlarla mənim aramda 4 il fərq var idi. 4 yaş. Və çox çətinlik çəkirdim. Ancaq ki, o vaxt ki, uşaqların mühit, tərbiyə mühiti, o vaxt ki, böyük-kiçiyə olan münasibət başqa cür olduğu üçün qısa bir müddətdə uyğunlaşdım. Düzdür, çətinlik çəkirdim təzə-təzə, sıxılırdım. Yəni, mənimlə həmyaş formasında görünən uşaqlara dərs keçirdim. Tədricən hər şey öz yerini aldı, uyğunlaşdıq. Çox böyük fərqlər var. Ümumiyyətlə, təhsil sistemimizdə indi problemlər çoxdur. Düzdür, yüksək ballarla uşaqlar qəbul olurlar. Ancaq mən bu test imtahanının bir növ əleyhinəyəm, nəyə görə ki, yəni, dar məqsəd, 3-4 fənni uşaqlar öyrənir, çalışır. Hansı fəndə imtahan verəcəklərsə, o fənlər üzrə repetitor yanına gedirlər. Qabaq biz orta məktəbdə oxuyanda orta təhsil alırdıq. Bütün fənlərdən az da olsa müəyyən qədər biliklərə müəssər olurduq.
Kimyadan da, biyologiyadan da, ədəbiyyatdan da, başqa fənlərdən də müəyyən təsəvvürümüz var idi. İndiki uşaqlar əgər humanitar ixtisas üzrə hazırlaşırsa, o tarixi, Azərbaycan dili, ingilis dili, riyaziyyatdan başqa heç bir fənn oxumur. Nizami Gəncəvi kimi görkəmli şəxsiyyətimizi tanınmır. Başqa görkəmli şəxsiyyətlər, bəstəkarlarımız və s. və ilaxır. İndi bədii ədəbiyyat oxumağa meyil yoxdur. Əlbəttə, təhsildə müəyyən problemlərimiz var. Sözsüz ki, yəqin ki, bunlar gələcəkdə həll olunar, öz yerini tutar, yəqin ki. Mən 1960-cı ildə məktəbin 1-ci sinifinə daxil olmuşam. Bizimlə paralel 1-dən 10-a qədər Rus bölməsi və Azərbaycan bölməsi fəaliyyət göstərib. Və mən deyərdim ki, Rus bölməsi çox vaxt bizdən sayca çox idilər. Çox mehriban münasibətimiz olub. 2 növbə işləyiblər. Məktəblər 2 növbə olub. Yəni birinci növbə 2-nin yarısında qutarırdı. Saat 2-də ikinci növbə başlayır. Saat 7-yə qədər dərslər davam edirdi. Çox gür idi. Məktəbdə böyük mehribançılıq var idi. O zaman Rus bölməsi biraz intizamda mı deyim, biraz təlimlə mi deyim, Azərbaycan bölməsindən həmişə fərqlənirdi. Və bəzi hətta valideynlər öz uşaqlarını Rus bölməsinə qoyurdular. Ancaq belə münasibət də yaxşı olub. Onlar bizdən çoxluq təşkil edib. Sonra tədricən yavaş-yavaş əhali artdıqca Azərbaycan bölməsi çoxaldı. Mənim işlədiyim dövrdə 90-cı illərin əvvəllərinə qədər Rus bölməsi Altıac məktəbində fəaliyyət göstərib. 91-92-ci ildə sonuncu uşaqlar qutarıb, ondan sonra hətta Rus bölməsini qutaran bizim bir şagirdimiz, indi bu dəqiqə Müdafiə Sənayesi Nazirliyinin mavinidir, Mehman Baxışov, general-mayor. Rus bölməsinin yetirilməsidir. Əvvəlcə Naxçıvanski məktəbini qutardı, ondan sonra davam elətdirdi, ali məktəbləri davam elətdirdi. İndi də bu dəqiqədə Müdafiə Sənayesi Nazirliyinin mavini kimi fəaliyyətini göstərir. Bu da bizim məktəbinin yetirilməsidir, uğurudur, mən hesab edirəm. Həm Rus bölməsinin, həm Azərbaycan bölməsinin belə şagirdləri az deyil. Köhnə məktəb deyəndə, yəni bir neçə məktəb binası olub Altıağacda. 3-4 yerdə məktəb fəaliyyət göstərib. Ən son vaxtda bizim oxuyan dövrümüzdə 2 məktəb binası var idi. İbtidai siniflər kəndin yuxarısındakı hissədə yerləşirdi. 5-11-ci siniflər isə aşağıda təhsil alırdılar. 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Altıac qəsəbəsində 200 yerlik, şagird yerlik olan yeni məktəb binası istifadəyə verildi. 220-230 arasında şagirdimiz var. İndi azalma olur, müəyyən obyektiv səbəblər üzündən çoxalma olur. İndi biraz da valideynlərin maddi imkanlarını nəzərə alsa, şagirdlərin sayı azalır. Ancaq ki, təxminən indi 230-a qədər şagirdimiz yeni məktəbdə təhsil alır. Ancaq əvvəl var idi ki, 350 şagird, 400 şagirdə qədər Rus bölməsi ilə bir yerdə olanda şagirdimiz olub. Birinci Qarabağ müharibəsi zamanı məktəbimizin 9 nəfər gənci, məzunu könüllü surətdə Qarabağ müharibəsində iştirak etdi. Onların 9-u da şəhid oldu. İkinci Qarabağ müharibəsində yenə də könüllü olaraq çoxlu kənddən, bizim məzunlardan Qarabağ müharibəsində iştirak üçün yazıldı, getdi. Şükürlər olsun ki, şəhid olmadılar, qazi kimi geri qayıtdılar, qələbə qazandılar. Bizim məktəbimiz şəhid Asim Abdullayevin adını daşıyır. Bir neçə il bundan qabaq biz onun 50 illiyini geniş surətdə məktəbdə qeyd etdik ki, yaşasaydı 50 yaşı olardı. O da könüllü getmişdi və məktəbimiz onun adını daşıyır. Məktəbdə onun adına böyük güşə yaradılıb. Bu yeni nəslin, gənc nəslin təlim tərbiyəsində mühüm rol oynayır. Şagirdlərimiz təzə-təzə mənim yadıma gəlir ki, 90-cı ildə Xızı rayonu təşkil olunarkən Xızıda müxtəlif idarə müəssisələrdə işləmək üçün ali təhsillər çatışmırdı, tapılmırdı. İndi şükürlər olsun ki, Xızı məktəbləri, Xızıl təhsili elə bir səviyyəyə çatıb ki, yüzlərlə ali təhsili olan gənc kadrlarımız, mütəxəssislərimiz var.
Elə mən işlədiyim 48 il ərzində təkcə mən Altıağac məktəbini deyirəm, yüzlərlə gənc oğlan və qızımız müxtəlif ali təhsil müəssisələrində, hətta xarici ölkələrdə, onlardan 4-ü Türkiyədə, sonradan İngiltərədə, Amerika Birləşmiş Ştatlarında təhsillərini davam etdiriblər. Əlbəttə bu böyük müvəffəqiyyətdir. Eləcə də rayonumuzun digər məktəblərində də bu uğuru görmək mümkündür. Bəli, uğurlarımız çox olub. Yüksək 650 baldan yuxarı bal toplayan şagirdimiz də olub. Sonra bayağı dediyim kimi 4 nəfər şagirdimiz, onlardan biri dini ixtisas üzrə, digərləri isə texniki ixtisaslar üzrə Türkiyədə 4 il təhsil almış. Sonradan onlar ixtisaslarını artırmaq üçün Amerika Birləşmiş Ştatları, ikisi Amerika Birləşmiş Ştatlarına, İngiltərəyə yola düşmüşlər, təhsillərini davam etdiriblər. Bu əlbəttə ki, müstəqillik dövründə əldə edilən ən böyük nailiyyət idi ki, ikisi bir kənd məktəbindən Amerika Birləşmiş Ştatlarında, İngiltərədə təhsil alıb, öz bacarıqlarını nümayiş etdirənlər və sonradan onlardan biri hətta Nazirlər Kabinetində bir şöbədə, məsul vəzifədə çalışmışdır. Ümumiyyətlə, şagirdlərimizin uğurları çox olub. Bizim məktəbimizdə oxuyanlardan indi dünyanın müxtəlif yerlərində, hətta Kanadada yaşayanlar var. Orada özünə iş quranlar, biznes quranlar var. Bu hamısı müəllimlərin zəhmətinin, uşaqların əməyinin nəticəsi olmuşdur. İndiki müəllimlərin işə qəbulu ilə mən biraz narazılığımı da bildirmək istəyirəm ki, müəllimlər işə qəbulu zamanı bir bal toplamaq əsas nəzərdə tutulur. Elə olur ki, yerli kadr, haradasa Daşmingəçevirdən, İmişlidən, nə bilim, Kəlbəcərdən gələn kadrdan 2 xal, 3 xal az toplayır. O, öz doğma kəndinə, məktəbinə düşə bilmir. Başqa yerlərdən gənc müəllimlər gəlir. Onlar da bir gün, 2 gün məktəbdə olur, təhsil verir, gedir, gəlir. Bu təhsilin səviyyəsinə çox mənfi təsir göstərir. Yaxşı olardı ki, yerli kadrlara üstünlük verilsin. Yerli kadr belədir ki, məsələn, uzun müddət bizim Altıağac məktəbində ingilis dili müəlliminə həmişə ehtiyac olub. 1 il, 2 il gəlir, gəlmə müəllimlər işə qəbulu imtahanına, nəticələrinə görə işləyirlər, qayıdırlar rayonlarına. Yəni, yerli kadrların olması o deməkdir ki, heç olmasa azı 65 yaşına qədər, yəni çalışmanın son həddinə çatana qədər o adam məktəbdə qalacaq. Gənc müəllimlər çalışmalıdırlar ki, əlbəttə, yaşlı nəsildən, yaşlı kadrlardan təcrübə öyrənsinlər. Ümumiyyətlə, müəllimlik elə bir peşədir ki, sən özünün vicdanınla, bütün varlığınla, öz canıvı da, qanıvı da, o uşağı, öz uşağın kimi baxmalısan, ona təlim tərbiyəsində yüksək nəticə əldə etmək üçün hər şeyə hazır olmalısan. Yəni, müəllim məktəblə yaşamalıdır, şagirdlə yaşamalıdır. Onun bir amalı olmalıdır ki, yetişdirdiyi şagirdlər əsl vətənpərvər, demirəm, hamısı ali təhsilli olsun, əsl vətənpərvər, vətənə layiqli evlad olsunlar. Buna çalışmaq lazımdır. Mənim müəllimlik fəaliyyətim dövründə əldə etdiyim bir neçə uğur olmuşdur. Əvvəla 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşəm. 33 illik pedaqoji fəaliyyətimi nəzərə alaraq. Ondan sonra 2023-cü ildə mən deməli, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilmişəm. 2021-ci ildə Xızı rayon Ağsaqqallar Şurasının sədri seçilmişəm, 3 il fəaliyyət göstərmişəm. Lakin sonradan səhhətimlə əlaqədar olaraq öz xahişimlə komitədən üzürlü səbəblərə görə səhhətimlə işləyə bilmədiyim haqqında ərizə ilə müraciət edib həmin vəzifədən kənarlaşmışam. Ancaq bununla belə ictimai fəaliyyətimi davam etdirirəm. Kəndimizin, rayonumuzun bütün tədbirlərini demək olar ki, yaxından iştirakımı özümə borc bilirəm. Sizin Xızı TV-ni çox izləyirəm, çox yaxından izləyirəm. Sizə mən uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Murad, mən hiss edirəm, bilirəm də ki, sizin nə qədər ağır bir işin altına girmişsiniz. Ancaq çox məsuliyyətli, çox şərəfli, çox layiqli bir işin altına girmişsiniz. Mən bu işdə sizə yaxından uğurlar arzulayıram. Sizə dəstək olmağa çağırıram imkanlı şəxsləri. Sizə bütün fəaliyyətinizdə, bundan sonraki fəaliyyətinizdə can sağlığı, bol-bol uğurlar arzulayıram. Allah köməyiniz olsun. Çox xeyirxah bir işlə məşğul olursunuz.